Salam, bugünkü izahatımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 12-ci paragraf, yəni Cənubi Azərbaycanda məşrutə inqilabı, 5-11-ci illər, 1905-11-ci illər inqilabı. Deməli, 20-ci əsrin əvvəllərində Qacarlar həm Rusiyanın, Çar Rusiyası, həm də İngiltərənin yarım müstəmləkəsi idi. Əhalinin bütün zümrələri də bundan narazı idi, yəni hökumətdən narazı idi. Və əhali başqa ölkələrə kəsbkarlığa gedirdi, yəni işləməyə gedirdi. Buna görə də İranın müxtəlif yerlərində gizli cəmiyyətlər yaradılır. Onlar nə istəyirlər? Onlar istəyirlər ki, şah idarəçiliyi devrilsin, qanunverici orqan yaradılsın, yəni parlament yaradılsın. Və Cənubi Azərbaycanda da narazılıqlar başlamışdı artıq. Tacirlərə qarşı haqsızlıqlar isə 1905-ci ilin dekabrında Tehranda İnqilabi Hərəkatının başlanmasında qığılcım oldu. İnqilabi hərəkatının başlanmasında qığılcım oldu. Və Tehranla yanaşı Cənubi Azərbaycanın digər şəhərlərində də belə bazar və dükanlar bağlandı, etiraz nümayişləri başladı. Tələbləri də bunlardır. Yəni bu kimi tələblər var. 3 dənə tələb var. 1. Məşrutənin, yəni konstitusiyanın qəbulu. 2. Məclisin çağırılması, yəni parlamentin çağırılması. Bir də ki, xarici məmurların, axı dedi, İngiltərənin, Rusiyanın yarım müstəmləkəsidir. Xarici məmurların ölkədən qovulmasıdır. Tələblər bunlaradır. Bu 3 tələb idi. Bunları əzbərləyirik. Və bu şahta çıxışlardan qorxduğu üçün inqilabçıların tələblərini yerinə yetirməyə məcbur olub. 1906-cı ilin avqustunda Müzəffərəddin Şah konstitusiya qəbulu haqqında fərman verir. Daha sonra isə məclisə seçkilər keçiriləcəyini də elan edir. Və Təbriz şəhərində isə seçkili orqanlar, əncümənlər yaradılır. Əncümən nədir? Seçkili orqanlardır. Deməli, bu əncümənlərdə xalq işlərlərinin xeyrinə islahatlar keçirməyə başlayır. Hansı ki, onlar ərzaq məhsullarının qiymətini qaydaya salır, möhtəşirlik azaldılır. Möhtəşirlik nədir? Yəni, süni şəkildə məhsulun qıtlığını yaradıb onun qiymətini artırmaq. Sonra məhkəmə, maarif, təhsil, məktəb bu kimi işlərdə də nəzarət gücləndirilir və bu əncümənlər güclü hakimiyyət orqanına çevrilir, artıq əhalinin də etimadını qazanır. Sonra amma elə Təbrizdən sonra da Cənubi Azərbaycanın digər şəhərlərində də belə əncümənlər yaradılır, yəni seçkili orqanlar yaradılır. Və 1906-cı ildə 6-cı ilin ölüm yatağında olan Müzəffərəddin Şah konstitusiyanı imzalayır, amma ondan sonra 1907-ci ildə taxta çıxan Məhəmməd Əli Şah, o da ki, atasının imzaladığı konstitusiyanı tanımaq istəmir. Amma tətil və nümayişlər axı daha da qətiyyətlə davam edir. Ona görə də şah geri çəkilməyə məcbur olur və konstitusiyanı imzalayır. Amma bundan sonra bir il keçməmiş yenə bu şah yenidən hücuma keçir. Yəni düşünür ki, nəsə edə bilər. Amma hansı ki, burada da hərəkətdə fəal iştirak edən bir xeyli adam da həbs olunur. Şahın göstərişi ilə Kazak dəstəsi Tehranda Azərbaycan nümayəndəliyinin yerləşdiyi binanı top atəşə tutur. Amma buna cavab olaraq da Təbrizdə Səttər xanın başçılığı ilə silahlı üsyana başlayır. 1908-ci ildən daha fəal olur. Və deməli, o könüllülərdən ibarət fəda dəstəsi təşkil edir. Eyni zamanda hərbi şura yaradılır. Hərbi şura demişim, hərbi şura yaradılmış üsyanları deyim, yəni qurumları deyim. 1837-ci il Quba üsyanının gedişində hərbi şura yaradılmışdı. Sonra elə bu 1905-11-ci illər məşrutə inqilabında yaradılmışdı. Sonra 1919-cu ildə AXC ilə Gürcüstan arasında bağlanmış müqavilədə yaradılmışdı. Bir də 1920-ci ildə Gəncə üsyanı zamanı, Sovet rejiminə qarşı Gəncə üsyanı zamanı hərbi şura yaradılmışdı. Bu 4 dənə hərbi şura yaradılmış üsyanlar vardı və yaxud da qrup. Deməli, bu hərbi şuranın da rəhbəri məşrutə inqilabı gedişində yaradılmış hərbi şuranın da rəhbəri olur Səttər xan, onun müavini isə Bağıl xan təyin edilir. Və bunlar da şahın silahlı qüvvələrini Təbrizdən çıxarırlar. Bütün şah məmurları ölkədən qovulur. Və amma bura yardım edənlər də olur Təbriz əhalisindən, ümumiyyətlə kəsbkarlıqdan. Məsələn, elə ilk yardımı o kəsbkarlara gedənlər var idi, Qacarlar dövlətinin təbəəsi. Onlar ilk yardım edib göndərir. Sonra bizim milli burjuaziyamızdan da yardım göndərildi. Məsələn, Hacı Zəynəbin Tağıyev özü yardım göndərildi. Deməli, bu üsyanın artıq genişlənməsi Rusiyanı da narahat edir, İngiltərəni də narahat edir. Çünki onların yarım müstəmləkəsidir. Ona görə də bu fəda dəstələri
təşkil etmə məqsədi ilə Səttarxan, Bağırxan Tehrana dəvət olunur. Onlar da inanırlar, yəni buna inanırlar ki, hə, yəni qan tökülmədən yəni nəsə əldə edə biləcəklər. Ona görə də qan tökülməsin deyə gedirlər ora. Amma onlar xəyanət gəstəsinə bunları həbs edirlər. Sonra bunları ağır yaralanır, o da Səttarxan. Səttarxanı geri qayıtmağa icazə vermədilər. Eyni zamanda bu Çar Rusiyasının Cənubi Azərbaycanda olan qoşunları orada yerli əhalinin çıxışlarına imkan vermir. Və burada da xarici təbəələri, yəni xarici ölkədən olan əhalini qorumaq bəhanəsi ilə əks-inqilabi qüvvələr Təbrizə yaxınlaşır, Təbrizə hücuma keçir, üsyan yatırırlar 1911-ci ildə. Deməli, inqilabın yatırılmasında isə Çar Rusiyası və İngiltərə məmurlarının çox mühüm rolu olmuşdur. Bu qədər, sağ olun.